Bismillahirrahmanirrahim. Müasir mücəssimə firqəsinin etiqadın sütunu hesab etdikləri mövzularda necə ziddiyyət burulğanına düşdüklərini ifşa etməyə davam edirik. Bugün diqqət mərkəzində onların dilindən düşməyən, lakin daxilində dərin ixtilaflara qərq olduqları istiva mövzusudur. Bu zümrənin nümayəndələri istivanın təvilində vahid bir nöqtədə birləşə bilməmiş və müxtəlif qütblərə parçalanmışdırlar. Bəziləri heç bir pərdə saxlamadan açıq-aşkar təcsim etiqadını iqrar etmiş, digərləri isə bu uçurumdan qaçmağa çalışmışlar. Lakin təəssüflər olsun ki, bir nöqtədə təcsimdən uzaqlaşmağa cəhd edən, digər bir məqamda yenidən bu uçuruma yuvarlanmışdır. Bu ixtilafın ən bariz nümunəsini bu firqənin məşhur simalarından olan Abdullah bin Cibrin və Albani arasındakı kəskin ixtilafda görmək olur. Maraqlısı və ibrətamiz olanı odur ki, Albani bu mövzuda da Əhl-i Sünnənin tutduğu haqq yolu iqrar etmiş və digər tərəfdə qalanların ziddiyyətlərini bariz şəkildə üzə çıxarmışdır. Gəlin bu iki ismin istiva mövzusunda bir-birlərini təkzib edən yanaşmalarına daha yaxından baxaq. Abdullah bin Cibrin istiva kəlməsini uluv, yüksəklik, qalxmaq və istiqrar kimi təfsir edərək belə demişdir. Bunlar Əhl-i Sünnətin 4 təfsiridir. Onların əksəriyyəti deyir ki, ərşə istiva etdi. Yəni, onun üzərinə istiqrar etdi. Beləliklə də istiva həm istila, həm də istiqrar mənasında gəlmişdir. Əgər istiva alə hərfi cəri ilə istifadə edilərsə, uluv və istiqrar mənasını ifadə edir. Abdullah bin Cibrinin sözləri burada bitir. İndi isə gəlin, Albaninin bu mövzuda önəmli fikrinə nəzər yetirək. Albanidən belə bir sual soruşulur. Allahın öz ərşinə istiva məsələsi. Bu o deməkdirmi ki, Allah zatı ilə ərşin üzərində qərar tutub, müstəqirdir. Albani belə cavab verir. Şəriətdə varid olmayan ləfzlərdən istifadə etmək icazəli deyildir. Allahı müstəqir, yəni qərar tutan kimi vəsf etmək olmaz. Çünki birincisi istiqrar, yəni qərar tutmaq bəşəri bir sifətdir. İkincisi, Rəbbimiz Əzzə və Cəllə bu sifətlə vəsf olunmayıb ki, biz də istiva barəsində dediyimiz kimi onun kəmalına və cəlalına yaraşan şəkildə qərar tutub deyək. Biz Allahı özünü vəsf etdiyi şəkildə vəsf edərik və bunu tənzih qaydası ilə birləşdirərik. Onun tayı bənzəri heç bir şey yoxdur. O eşidəndir, görəndir. Gördüyünüz kimi Albani necə də önəmli sözlər zikr edir. İnşallah gələn bölümlərdə mücəssimə firqəsinin digər alimlərinin bu barədə önəmli sözlərini, nəqillərini sizə çatdıracaq. Vəlhamdülillahi Rabbil aləmin.